Yəni ki, bütün varlığımla, ruhumla, bədənimlə, ölçülərimlə vətənə xidmət edirəm ancaq. Yəni, bu həftə ancaq mən bir gün evdə oldum ki, dansan. Yəni, o vəziyyət yəni belədir. Mustafayev Nurlan Hamletoğlu 1990-cı ilin 22 iyul tarixində Sumqayıt şəhərində dünyaya göz açdı. Hələ uşaq yaşlarından intizamlı, çalışqan və vətənpərvər ruhda böyüyürdü. O, həyatını vətənə həsr etmək üçün çox erkən yaşlarından qərar vermişdi. 1997-ci ildə Bakı şəhəri Nəsim rayonu Polad Salih adına 159 saylı orta məktəbə daxil oldu. Burada təhsilini uğurla başa vurduqdan sonra 2005-ci ildə Cəmşid Naxçıvansk adına hərbi liseyə qəbul olundu. 3 illik təhsilini tamamladıqdan sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2010-cu ildə təhsilini davam etdirmək üçün dövlət xətti ilə Almaniya Federativ Respublikasının Ali Hərbi Məktəbinə göndərildi. Burada sərt intizam, yüksək döyüş hazırlığı və hərbi taktika üzrə dərslər aldı. 2013-cü ildə moto atıcı ixtisası üzrə məktəbi birinciliklə başa vurdu. Almaniyada təhsilini buraxılışın ən yaxşı əcnəbi kursantı sertifikatı, atıcılıq və qaçış üzrə qızıl nişanlarla tamamladı. O, həm fiziki, həm də mənəvi baxımından döyüş meydanına tam hazır bir zabit idi. Bununla yanaşı, o 5 dili, Azərbaycan, Rus, İngilis, Alman və Türk dillərini mükəmməl bilirdi ki, bu da ona beynəlxalq təlimlərdə və kəşfiyyat sahəsində üstünlük qazandırırdı. Vətənə döndükdən sonra silahlı qüvvələrin təlim-tədris mərkəzində zabit ixtisası kursunu keçdi. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra leytenant rütbəsi aldı və xidmətini davam etdirmək üçün Murovdağdakı en saylı hərbi hissəyə göndərildi. 2014-cü ilin iyulun 25-dən 2016-cı ilin dekabrın 3-nədək müxtəlif hərbi hissələrdə moto atıcı tağım komandiri vəzifəsində xidmət etdi. Burada öz komandirlik bacarığı, liderlik xüsusiyyətlərini nümayiş etdirdi və tabeliyindəki əsgərlər arasında böyük hörmət qazandı. 2016-cı ilin dekabrında təməl xüsusi təyinat kursuna daxil oldu. Sərt sınaqlardan keçərək 27 aprel 2017-ci ildə kursu birinciliklə başa vurdu. Xüsusi təyinatlı qüvvələrin sıralarında xidmət edərək yüksək döyüş qabiliyyəti və strateji bilikləri ilə fərqləndi. Qısa müddət ərzində kəşfiyyat üzrə qərargah rəisinin müavini vəzifəsinə yüksəldi. 2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən 53 ölkənin xüsusi təyinatlı qüvvələrin iştirak etdiyi Efes 2018 beynəlxalq təlimində Azərbaycanı təmsil etdi. Bu təlimdə Azərbaycan xüsusi təyinatlı qüvvələrinin komandası birinci yerə layiq görüldü. Onun bu təlimdəki fəal iştirakı, bacarığı və döyüş strategiyası yüksək qiymətləndirildi. Müdafiə naziri General-Polkovnik Zakir Həsənov tərəfindən xüsusi hədiyyə ilə təltif olundu. Bununla yanaşı Rumeniyada, Türkiyədə və Gürcüstanda keçirilən dağ xizəkçiliyi, xizək sürmə, çətin hava və relyef şəraitində döyüş taktikasının tətbiqi, axtarış, xilas etmə və təxliyə tədbirlərinin təşkili üzrə müxtəlif təlimlərdə iştirak etdi. Sərt iqlim şəraitində sağ qalma, düşmən ərazisində gizli əməliyyatlar aparma və çətin şəraitdə döyüş qabiliyyətlərini artıran bu təlimləri uğurla başa vurdu və yüksək nəticələrinə görə müxtəlif sertifikatlarla təltif olundu. 27 sentyabr 2020-ci il vətən çağırdı. O bu çağırışı eşitdi və tərəddüd etmədən döyüş meydanına yollandı. Müxtəlif rayonların və strateji obyektlərin azad olunmasında xüsusi şücaət göstərdi. Onun rəhbərlik etdiyi döyüşçülər düşmənə ağır zərbələr endirdi. Torpaqlarımızın azadlığı üçün canlarını ortaya qoydular. 11 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. O vətəni üçün döyüşdü, vətəni üçün şəhid oldu. Ölümündən sonra bir oğlu dünyaya gəldi. Övladına onun adını verdilər. Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə dövlət tərəfindən yüksək təltiflərə layiq görüldü. O, Azərbaycan bayrağı ordeni, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, Azərbaycan ordusunun 100 illiyi,
3-cü dərəcəli qüsursuz xidmətə görə, vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və şücaət medalı ilə təltif edildi. İndi o, vətənin müqəddəs torpağında, 2-ci fəxri xiyabanda əbədi uyuyur. Lakin adı heç vaxt unudulmayacaq. Onun şücaəti dillərdə dastan olacaq. O bir əsgər kimi doğuldu, bir qəhrəman kimi yaşadı və bir şəhid kimi ölməzliyə qovuşdu. Allah rəhmət eləsin. Ay ver mənə, cənab leytinant. Ay ver mənə, leytinant. Xoş müjdəli bir savaşdan